Salam, hər vaxtınız xeyir olsun. Bütün hipertoniklərin buraxdığı ən böyük səhv həb qəbuluna başlamalarıdır. Hamınızı xoş gördüm. Videomu bəyənib, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün əvvəlcədən hamınıza təşəkkürümü bildirirəm. Həb qəbuluna başlamaqla böyrəkləri və qaraciyəri zərbə altına qoyuruq. Lipid mübadiləsi pozulur, xolesterinin səviyyəsi qalxır, damarlarda aterosklerotik kürəciklər yaranır, bədəndə şişkinlik formalaşır, glukozanın səviyyəsi qalxır və nəhayət ikinci tip diabet xəstəliyinə start verilir. Hipertoniyanın müalicəsində analizlərinizin və xəstəliyinizin əlamətlərinin önəmi çox böyükdür. Hipertoniyanın müalicəsində bir nömrəli məsləhət, hər gün az miqdarda çiğ çuğundur yeyin. 2 həftə ərzində inanılmaz nəticə görəcəksiniz. İkincisi, hər gün 2-3 diş sarımsaq yeyin. Üçüncü məsləhət, yuxudan durduqda hər gün ilıq su qəbul edin. Və dördüncü, rutinlə zəngin qidalar qəbul edin. Çay tikanı, qara meyvə, itburnu meyvələri. Əgər bu məhsulları əldə edə bilmirsinizsə, onda rutini həb şəklində gündə 100 mg olmaqla qəbul etmək olar. Ən əsası, gündəlik qida rasionunuzdan şəkəri və un məhsullarını çıxarın. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.